Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Aparıcı Zaur Baxşəliyev ve xanımı Günay birlikte anasının 8 Martını təbrik ediblər. Qaynanasını təbrik edən Günaya qaynanası belə gözəl gəlini olan həmişə xanım xatun gənc qalacaq deyə bildirib həmin anları sizlərə təqdim edirik. Ben nefes alayım ama. 8 Mart'ın mübarek mi? Bayram mübarek. Təbrik eləyirəm. Mən də səni. Düşərli Canım, olsun. Həmişə ey, belə gözəl sağ ol, qal. Həmişə sağ ol, belə xanım sağ ol, xatun sağ ol. ol. Gözəl ol. Belə gəlin olan həmişə xanım xatun olar. Ben deyir ki mamanı isteyirik emsal. Deyirəm ki mamamı Sağ ol, isteyir. sağ ol. Anamı isteyirsinizsə anamın payı getməlidir. Bəs. Demişəm elə şey göndərin ki mamama. Gözəl bir şey olsun. Baxaq görək nədir? Elə biz də bərabər açırıq. Amma bax. Ne gözəl. Çox sağ Gözəl. ol. Səhər yeməyi dəstək. Payları çox olsun. İndi bax bunu çıxartıram. Gözəl. Çox qəşəng. Ay Allah. Nə gözəldir. Çox gözəl zərifdir. Çox Var malazes. olsunlar. Allah canlarını sağ eləsin. Paylarına görə çox sağ olsunlar. Təşəkkür eləyirəm. Deyirəm ki, insan necə də diqqətlidir və zövqlüdür. Mamanın zövqünü biliblər ha, araşdırıblar, göndəriblər, sağ olsunlar. Bu da nəlbəkiləri. Bəh. Neçə dəsdir? 6-6'dır Gözəl, hamısında. altı, səhər Çox yeməyi gözəldilər, hə? Necə gözəl oldu, düzdür hamısını, hə mama? Allah gözəli gözəl. Gedək bir çay dəməyək, gedək insanda içək. Baş üstə, gedək. Getdik. Emsanda 8 Mart qabağı 80% endirim var. Ailenizdeki bütün hanımları sevindirə bilərsiniz. Nənələri, bacıları, bibiləri, xanımlarınızı, qızlarınızı 80% endirim. Günay, bir pürrəngi çay süz, mən də emsanda içim.